Bu videoya yaxın otur bax. Əlində bir stəkan çay. Çünki möhtəşəm bir yerdir. 120 kvadratda 3 otaq, full təmir. Qardaş, öz yerində, özdə hardayıq. Bir dənə Kərbəla, yaxın gəl, bir dənə bura sənə birinci bir şey göstərəcəm. Mən də hal-hazırda oturduğum yer koridordur. Koridorun gözəlliyinə bax. Bir dənə bu tərəfi də çək Kərbəlayı. Hə, indi demək istəyirəm ki, biz hardayıq? Xırdalanın harasındayıq? Gedək göstərim. Hə Kərbəlayı, gəl. Gör hardayıq, gəl bura. Bir dənə çək yolu. Xırdalanın gözü bəbəyi. Xırdalanın ürəyi, qardaş, bax buradır. Bax koloritlə üzbəüz. Nə bilim, Kapital Bankla üzbəüz, Salitonla üzbəüz, İrşadın yanı, Ülkər lahmacunun yanı, sənə başqa nə deyim, heç nə hələ İminovo niyə görə buradan başladı? Mən də əvvəldə koridoru çəkdim. Mən valeh olmuşam nəyə? Valeh olmuşam bura. Bir dənə balkonun bir dənə böyüklüyü. İstilik sistemi kompüter. Gəl Kərbəlayı. Kərbəlayı. Balkondan promoy çıxış zala. Zalın möhtəşəmliyi. Ev tam əşyaları ilə birgə. Kondisionerinə qədər. Hamısı üzərində. Yəni görürsüz də divan kreslonu, görürsüz bu pis mini stolu falan. Hamısı üstündə verilir üstünə qədər. Bir dənə, yəni mən bu koridordan əl çəkə bilmirəm. Bu yüzden bir dənə sən kuxnanı çək. Bir də kuxnada indi sizə nəyə göstəreyim. Evdə hər şey möhtəşəm. Yəni bir şey ki, aspiratora qədər hamısı yerli-yerində. Kuxna mebeli. Bax, adi qapının damafonuna qədər yerli-yerindədir. Damafonuna qədər. Bu koridor, bu möhtəşəm yer. Hamam sauzerlərindən sizi tanış edeyim. Gəl. Bu sənin hamamındır. Jacuzzisinə qədər yerli-yerində. Hamamda duşavaya kabin. Jacuzzi yerində. Ağ mələk öz sözünü deyir. Keçək indi mən sizi ayaq yolunla tanış edeyim. Bura isə. Buyur, gəl Kərbəlayı. Bura isə sanitar qovşaqdır. Möhtəşəm, səliqəli, gəl. Belə bir yataq otağımız var, Kərbəlayı, gəl bura. Belə bir yataq otağı var. Matrasına qədər yəni üstündədir. Şifanerin elə özü, şkafın özü yəni nə edirсəz dəyər. Və bütün otaqlardan balkona çıxış var. Bu sizin nəzərinizdə olsun. Gəl bura. Gəl Kərbəlayı, sən 3-cü otağı göstəreyim. Valla mən bu koridoru, ən çox da buranın koridorunu bəyəndim. Yəni bu koridoru möhtəşəmdir də. Allah arzusunda olan, ev arzusunda olan hər bir kəsə ev qismət eləsin. Elə belənsinəsini qismət eləsin. Bir dənə buranı çək, burada bir də ekskluziv bir şey göstərəcəm. Bir dənə buranı çək. Buradan balkona çıxış var. Bu öz yerində. Bax, buradan sizə bir dənə göstəreyim. Buradan da balkona çıxışımız var. Hər otaqda özünün kondisioneri, kombi sistemi, hər bir şey yerində. İndi buranın ən sevdiyim tərəfi gəl bura Kərbəlayı. Otağın daxilində qardirob. Yataq otağının daxilində qardirobumuz var. Keçək əsas məsələyə. Hə Kərbəlayı, gəl əsas məsələni danışaq. Slavar idi, paruskum qavayış. Hər nəysə. Kərbəlayı, 120 kvadratda Xırdalanın ürəyində. Özə binanın da ən orta mərtəbəsi də, yəni başqa bir söhbət deyil. Qardaş, ipotekaya yararlı 120 kvadrat, kupçası yerli-yerində, mərtəbəsi yerli-yerində, tam əşyalı, yəni belə deyək ki, full əşyalı, möhtəşəm gözəllikdə bu evin qiyməti bugün üçün start qiyməti 182.500 manat eləyir. İpotekaya yararlıdır və bir daha da nəzərinizə çatdırıram ki, 114 əmlak yalnız sizi fikirləşir və nəzərinizə çatdırıram ki, bu ev elə sənə layiqdir. Allah alana da, satana da xeyir eləsin.